Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın milli qəhrəmanı İbad Hüseynov məktəbdə layihəsinin qonağı olub. Layihə Bakı şəhəri üzrə təhsil idarəsi tərəfindən həyata keçirilib və görüş İlqar Mirzəyev adına 98 nömrəli məktəbdə baş tutub. İbad Hüseynov şagirdlərlə Birinci Qarabağ müharibəsi dövründə yaşanan çətinliklər, döyüş yolu və vətənpərvərlik haqqında danışıb. O, həmçinin aprel döyüşləri və 44 günlük vətən müharibəsi zamanı Azərbaycan ordusunun gücündən bəhs edib. Qəhrəman gənclərə vətənpərvərlik ruhunun aşılanmasının vacibliyini vurğulayıb və sualları cavablandırıb. Gənclərlə görüş, məktəblərdə, tələbələrlə, gənclərlə görüş çox, yaşayan qəhrəmanlar üçün, bu tək qəhrəmanlar üçün yox, qazilərdir, veteranları, döyüşən, vətən üçün can qoyan adamlarla görüş keçmək çox vacibdir. Bu bizim vətənpərvərliyimizin, gənclərimizin vətənpərvər ruhunda böyüməsinə böyük faydası var. Necə ki, bu 44 günlük müharibədə bizim gənclərimiz vətənpərvərliyin göstərdilər, vətənpərvər gücünü göstərdilər.